Növbəti sualımız şeyx. Nə qədər ağır xəstəliyə tutulmuş müsəlmanlar var ki, o xəstəlik onların canını sıxır və onlara təsəlli tapmaq üçün nəsə istəyirlər. Onlara nə nəsihət edə bilərsiniz? Əvvəla nəsihətim budur ki, Allahdan ümidini üzməsinlər. İbrahim əleyhissalam necə Quran-ı Kərimdə ayədə deyir, mən xəstələndikdə mənə şəfa verən ancaq Allahdır. Və bu xüsusda, bu mövzuda bizim ayrıca dərsimiz var. Məsləhət görərdim ki, YouTube kanalımızdan onu tapıb dinləyəsiniz. Dərsin adı belədir. Xəstəyə təsəlli verən hədislər. Lakin bugün mən o xəstə qardaş və bacılarımıza elə bir hədis danışmaq istəyirəm ki, o hədisi hər dəfə yada salanda onlar təsəlli tapacaq, hətta sevinəcəklər. Diqqət edin, İmam Əhməd, Abu Davud və digərlərinin rəvayət etdiyi səhih hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah bir qulunun qədərinə yazdığı məqama onun elmi ilə yetişmədiyini görəndə, yəni demək istəyir ki, adam elmi ilə çalışıb Allahın yazdığı o yüksək məqama yetişmir. Lakin Allah ona o məqama yetişməyi artıq əzəldən yazıb. O zaman Allah Subhanahu taala nə edir? Hədisin ardı gəlir. Onda Allah onu ya canı ilə, ya malı ilə, ya da övladı ilə sınağa çəkərək həmin o yüksək məqama yetişdirir. Allahu Akbar. Allahın mərhəmətinə baxın. Allah Subhanahu taala insana elm verir və istəyir ki, o elmi yaysın, insanları xeyirxah işlərə yönəltsin, pis əməllərdən çəkindirsin, onları maarifləndirsin. Və görəndə ki, həmin adam kifayət qədər bunu eləmir ki, o yüksək məqama çatsın, onda ona müsibət göndərir. Yəni sınaq, imtihan. Ya adam xəstələnir, ya malını əlindən alır, ya övladına bir müsibət üz verir, beləliklə də səbr eləyir və Allah Subhanahu taala onu o yüksək məqama çatdırır. Allah Subhanahu taala bizə hər bir xəstəliyə səbr etməyi və bunun sayəsində savab qazanıb yüksək məqama çatmağı nəsib eləsin. Amin.